Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Almaniyada yaşayan Azərbaycanlı ailələrin diqqətinə 27 iyun Azərbaycan Silahlı Qüvvələr gününə həsr olunmuş uşaq futbol turniri həyata keçiriləcək. Tədbir Almaniyada yaşayan 10-15 yaşlı uşaqlar arasında təşkil olunur və idmanla yanaşı vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir. Əlbəttə ki, tədbirə Almaniyada, Lippstadtda yenicə fəaliyyətə başlamış Az International Lippstadt futbol klubu ev sahibliyi edir. Turnirin əsas məqsədi uşaqların idmana marağını artırmaq, onların sağlam inkişafına töhfə vermək, eyni zamanda Almaniyadakı Azərbaycanlı ailələr arasında birlik və həmrəyliyi daha da gücləndirməkdir. Qeyd edək ki, turnirdə iştirak etmək istəyən bütün uşaqlar əvvəlcədən qeydiyyatdan keçməsi mütləqdir. Valideynlərdən xahiş olunur ki, övladlarının iştirakını təmin etmək üçün ən geci 27 iyun tarixinə qədər qeydiyyatdan keçsinlər. Bunu da qeyd edək ki, 10-15 yaş uşaqlar üçün nəzərdə tutulmuşdur. Qeydiyyatın son tarixi isə 27 iyundur. Almaniyada yaşayan bütün Azərbaycanlı ailələr bu əlamətdar tədbirə dəvət olunur, deyə Az International Lippstadt futbol komandasının vitse-prezidentinin bizə göndərdiyi informasiya ilə sizi tanış etdik. Əlbəttə ki, növbəti informasiya videosunda görüşmək ümidi ilə sağ olun, salamat qalın.